Salam əziz izləyicilər, belə bir məsələyə baxaq. ABC üçbucağında 3D-yə bərabərdir 4YC, 2B-də bərabərdir 3AD və BD-yə üçbucağın sahəsi 12 olursa, ABC üçbucağın sahəsini tapın. Sağ tərəfdə verilmiş qaydadan istifadə edirik. Eyni hündürlüyə malik olan üçbucaqlarda, yəni üçbucaq ADB ilə üçbucaq DBC-nin hündürlükləri eyni BK-dır. Eyni hündürlüyə malik olan üçbucaqlarda sahələrin nisbəti SABD-nin sahəsinin SDBC-nin sahəsinə nisbəti oturacaqlar nisbətinə bərabərdir. Bu sahət üstündən yazıb özünüz görə bilərsiniz. İndi belə bir məsələni həll eləyək. DY bərabərdir 4K, YC bərabərdir 3K, BD bərabərdir, yeni dəyişən götürək 3A, AD bərabərdir 2A və BD-yə üçbucağın sahəsini 12 verib. Deməli, DBY üçbucağı ilə BYC üçbucağının hündürlükləri eynidir. Bunu çəksək, hündürlükləri baxın eynidir. Deməli, bayaqki qaydaya əsasən deyə bilərik ki, sahələrin nisbəti oturacaqların nisbətidir. Yəni, bunun sahəsini A yazaq. 12-nin A-ya nisbəti 4K-nın 3K-ya nisbəti. Buradan da A-nı ixtisar eləsək bunu 9 alırıq. Yəni, sahəsi baxın oturacağından 3 dəfə çox olduğuna görə BYC üçbucağın sahəsi 3K-nı 3-ə vursan 9 eləyər. Sahəsi 9 olar. Deməli, biz SDBC-nin sahəsini 12 ilə 9-un cəmi 21 aldıq. Şəkildə bunları silim. İndi baxırıq BDC üçbucağına və ADC üçbucağına. Bunların da hündürlükləri baxın eyni olduğundan, əgər DBC-nin sahəsi 21-dirsə, 21 3-dən 7 dəfə çox olduğuna görə 2-ni də 7-yə vursam 14 eləyər. Yəni, ADC üçbucağın sahəsi 14 olar. Onda ABC üçbucağın sahəsi 14 üstə 21, 35 olacaq. Qulaq asdığınıza görə təşəkkür edirəm. Abunə olmağı və paylaşmayı unutmayın. Sağ olun.